leqlə, sabunlu bala leqlə girmək üçün. Babat bilirsən. Naziksiz. Ay sən də naziksən, bədbəş. Bu sabuna sosial şəbəkədə tez-tez rast gəlmək mümkündür. Üzərində böyük hərflərlə 72% yazılmış sadə bir sabun sosial şəbəkələrdə tamam başqa mənaya çevrilir. Allah'ım sen bizim cənab prezidenti onun ailəsini qor. Allah'ım bizə bayramlamanlığı ver Allah'ım. Yaltaqlıq edən şəxslərin paylaşımlarına gələn şərhlərdə tez-tez bir rəqəm görürük. 72. Bəs bu nə deməkdir? Azərbaycanda bir dənə kişi var. Hansı mənaya gəlir? O da bizim prezidentimiz. Bəli. 72% əslində sabunun tərkibindəki yağ turşularının miqdarını göstərir. 1940-cı ildə Sovetlərdə təsərrüfat sabunu dövlət standartı ilə istehsal olunurdu. Şalvarınız batıb Cəbiş müəllim. Nədir bu belə? Sabuna oxşayır. Elədir ki, var sabundur. Və əsasən 3 növdə olurdu. 60%, 65% və 72%. 72%lik təsərrüfat sabunu ən güclü, ən sərt və ən təsirli sabun hesab olunurdu. Bu sabun öz dövrünün ən keyfiyyətli və ən çox tələb olunan məhsulu sayılırdı. 1990-cı illərdə Azərbaycanda qıtlıq hakim idi. Bahalı təmizlik vasitələri əl çatmaz, 72%lik sabun isə həm bol, həm ucuz, həm də hər işə yarayan məhsul kimi demək olar hər evdə vardı. İlham da irəli. Mehribanla irəli. Tamam. Amma bütün bunların yaltaqlıqla nə əlaqəsi var? Məsələ burasındadır ki, sabunlamaq ifadəsi dilimizdə kimisə həddindən artıq tərifləmək, yaltaqlıq etmək mənasında işlədilir. Mən sabun pişirməyəcəm. Yəni kim çox tərif deyirsə, yaxşı sabunlayır. Mən Heydər Əliyev ailəsindən başqa hökumət başçısını görmürəm. Görmək istəmirəm. Sosial şəbəkə istifadəçiləri isə bunu ironiyaya çevirir. Kimsə həddindən artıq yaltaqlıq edəndə şərhlərə sadəcə bir rəqəm yazırlar. 72. Bir vaxtlar adi məişət əşyası olan 72%lik sabun uzun müddətdir ki, fenomenal internet trendinə çevrilib.